Biz feminizmin tarixinə baxanda feminizmin yanında kişilərin dəstəyini görərik. İstər birinci dalğada olsun, istər ikinci dalğada olsun. Feminizmin həmişə haqlı tələblərini, həmişə intellektual, ziyalı insanları və siyasətçiləri görürük. Üçüncü dalğada irəli sürdüyü tələblər artıq dəyişir. Qadınların tələbi bundan ibarət olur ki, biz istədiyimiz zaman hamiləliyi kişilərin razılığı olmadan biz poza bilərik. Qadın-kişi arasında tam bərabərliyin qorunması üçün gender bərabərliyinə cəhd eləmək lazımdır. Kişi-qadın bu cinslərin fərqliliyidir. Genderlərsə cəmiyyətin qadın və kişidən olan gözləntiləri, sosial vəzifələr və rollar deyirlər, bunlar da aradan getirməlidir və deyirlər kişi-qadın arasında bioloji fərq belə yoxdur. Kişi-qadın sözləri belə dildən başlayır çıxardılmağa. Məsələn, sən deyə bilməzsən businessman. Businessman artıq kişi yönümlü ifadədir. Sən deməlisən business person. Businessman işgüzar kişi. Ancaq business person bu neytral ifadədir. Policeman deməyin, deyin police person və yaxud da ki police officer. Bəzən adama belə gülməli gəlir. Mən bununla ciddi qarşılaşmışam. Biz kitabları beynəlxalq müsabiqələrə göndərəndə bizim redaktor və tərcüməçilər neçə dəfə kitabı bizi geri qaytarıb ki, burada bu ifadələrə diqqət olunmayıb. Yəni burada gender bərabərliyi pozulub. Hamam və ayaq yolların ümumiləşdirilməsi fikri bu dəqiqə irəli sürülür və hazırda Avropada olanlar bilir ki, orada artıq genderlər deyir, bölə bilməzsə kişi və qadın, bu diskriminasiyadır. Bunlar hamısı eyniləşdirilməlidir. Sonra bunlar deyirlər ki, qadın öz bədəninin ağasıdır. Belə bir ifadə də var. Bədən mənim və qanunlar da mənimdir. Qadın istədiyi kimi bədəninlə davrana bilər. Porno sənayeni də bir leqallaşdırmaq lazımdır. Onlar da vergi versin, sığortaya cəlb olunsun və o da cəmiyyətdə əxlaqsız bir ifadələrlə yox, normal, hüquqi bir sənaye kimi qəbul olunsun. O sahədə çalışan insanlar cəmiyyətin normal bir peşəsi kimi qəbul olunsun. O sahədə olan qadınlara desən ki, sən pis peşə ilə məşğul olursan, bu artıq diskriminasiyadır və bu cür yanaşmalarda məsələ o yerə qədər gedir ki, sən kişi güclü ifadəsini belə işlədə bilməsən. Xülas, hər bir sahələrdə bərabərləşmə və biz baxıb görürük ki, birinci, ikinci feminizm dalğası daha çox qadının haqlı hüquqlarının bərpasına yönəlmişdirsə, üçüncü və dördüncü dalğalarda feminizm öz həqiqi və layiqli xəttindən çıxır və daha çox aqressivləşir, daha çox radikallaşır. Ona görə üçüncü və dördüncü dalğanın nümayəndələrini daha çox radikal feministlər olaraq xarakterizə edirlər. Çünki bunların yanaşması artıq daha aqressivdir və bu feministlər düşüncəsində kişinin yeri heç bir zaman göstərilmir. Kişi problemləri həmişə arxa fonda qalır və artıq kişi onların bir düşməni kimi təqdim olunur və bu dalğanın nümayəndələrinin qadın tablosunda kişinin demək olar ki, bir yeri yoxdur və qadın sırf müstəqil bir varlıq, müstəqil sosial fəaliyyəti olan fərd kimi gündəmə gətirilir və ki, əsas cərəyanın törədiyinin şahid oluruq. Bir düzgün feministlər, bir də radikal feministlər. Düzgün feministlər sağlam insanların təsdiqlədiyi və düzgün bildikləri bir təbii ehtiyacları tələb eləyirlər.